Heç 2 həftə keçmədi barışıqdan. Samirə boşanmaq üçün sən axtarrama gəldi. Bilmirəm, bizim Şahin soruşa bilərsən, sən axtarramda artıq var. Səni axtarramda, deməli Instagram səhifəsində bu dəfə münasibətlərini qoy, yazsın tamaşaçılar. Paylaşıldı değil mi? Doktor, nə deyirsən? Deyirəm, qadın çox dözə bilir. Amma son həddə çatanda orada geri dönüş etmək çətin olur. Yəni, axıra qədər dözür və birdən partlayanda orada geri ailəni bərpa etmək biraz çətin olur. Əslində, məncə Samirə də oyun oynadı. Samirə bilirdi ki, Akşin yenə də içəcək. Samirə sadəcə olaraq göstərmək istədi burada onları qınayanlara, düzmü? Düz elədi. Ki, sən yalancısan, yalan deyirsən, xoş gəlir. Mənim hayqırığım, hıçqırığım, ola bilər mən hisslərimi, emosiyalarımı belə bir üzə verirəm də, ola bilər. Mən düzmü fikirləşmişəm? Bəli, düz fikirdəsiz. Sən... Həyasız dedilər, amma bu həyasızlıq deyildi mənim üçün, xoş gedəm xanım. Mən içimdəki hayqırığı, hıçqırığı onunla bildirirdim də, yəni inanmırsınız deyən elə bildirirdi. Bir dəqiqə. Təzyiqlər çox oldu buradan. Həddindən çox təzyiqlər oldu. Biri dedi, yox belə, uşaqların istənmir. Biri dedi, yox, aparıb yetimlər elinə verəcək. Biri dedi, sən ana döyürsən, 16 ildən sonra ayrılacaqsan. İnsan nə qədər təzyiqə dözə bilər. Bir qalmışdım belə dedim. Canı boğaza yığılmışam, mən Allah haqqı bezmişəm. O Allahmayıb əslində. Bir Allahın haqqdır ki, bezmişəm. Sadəcə bizim, onun, o bütün dediklərinə bəli. Çorta getdi, dedi, cəhənnəm. Bəlkə gölər, onsuz da insanın fizionomiyası 90% hər şey deyir. Yəni, hər şey. Samirə bu planı qurdu bizlərə cavab vermək üçün. Plan da uğurlu alındı. Bəli, sübut oldu. Xoş gedəm xanım. Xoş gedəm xanım, bir də ki, bunu eləyən Allah taladı. Allahdan heç vaxt ümidimi üzməmişəm. Qurban olum Rəbbimə. Yox. Allahdan yadına düşmürsün. Hey Allahdan yadına. Bunun nə dəxli var? Kimin haqlı olduğunu deyirəm, müəllim. Göz də verib, burun da verib, ayaqqabı da verib, nə bir qavoş da verib ki, get başımı ağlına satma. Müəllim, o mən də demirəm. Hər kəs Allahdan yaptı. Bilirəm, müəllim. Mən yadına düşürəm Allahdan. Siz deyirsiniz, amma haqlı olanın yanındadır, onu deyirəm. Aydındır. Deməli, indi... Sənin yanında olmalıydı, Allahdan qurban olma. Sənin yanında olmalı, niyə olmadı? Mən yetim uşağımda yanında göy kələdi, bəli. Sən ələ gələn səhv eləmsən... Akşinə görə hamı məndən imtina elər. Anar müəllim, aydındır. Anar müəllim, aydındır. Doktor, bax sizdən soruşuram. Bu hadisədən, bu videodan sonra Samirə o kişiyə inanıb oturub gözləməlidir onu? Yox, əlbəttə. Bircə dəqiqə. Yox, əlbəttə ki. Hər şey yəni göz qabağındadır. Onu canlı görmək istəyirdilər, onu hamıda gördük. Mən elə gəlir ki, bu hadisə özü də Samirənin qurmasıdır. Nə yaxşı, Rəşad doktor sıraz gəldi, anında töküldü, gəldi Xeyr, qurma zadı elə bir şey yoxdur. Mənim evdə 2 dənə qaynım var. İcazə ver də bir dənə. İcazə ver də. Qaynlar sıraz töküldü, anında gəldi. Bu qızı qutardılar, hamısı Batman oldu. Bugünə qədər ancaq Samirə rayonunda çırpılırdı, heç kim xəbər tutmurdu. Nə yaxşı oldu, hamı anında. Yeni elə olacaqdı da, gərək məni öldürərdi, xoş gedəm xanım. Siz nə istəyirsiniz? Siz istəyirsiniz ki, məni vursun, yıxsın, başımı kəssin, qoysun, ondan sonra inanasınız. Xeyr, mən sən sadəcə deyirəm ki, bu da bir sənin oyunlarından biridir. Bir qadın ölsün, ondan sonra inanasınız. Səni heç kim öldürə bilməz. Yaxşı. Sən adamı diri-diri yiyərsən, səni heç kim öldürə bilməz. İçəndə o qabağında heç kim duramaz. Orada Samirə bir içki içən kişinin qarşısında dayanacaq gücdə ola bilməz. Mümkün deyil. Siz baxın, onu kişilər belə qarşısına alır. Bəli, o kişilərin qabağına çıxır. O vəziyyətə çıxır. Samirə gətirib çıxardı. Samirə deyirdi ki, Samirə gedib işləyib buna çörək pulu gətirirdi. Buna heç nə eləməmişəm. Vallahi eləməmişəm. Mən çox istəyərəm ki, qarşı tərəfi də dinləyək. Qarşı tərəfi bitdi. Mən onu orada müalicədədir. O bura gələ bilməz. Niyə təəccüblənməliyik ki, başda mənim odun içinə qoymuşsunuz. Müharibəyə görmüşsən ki, əli yalın gedirlər. Müharibəyə gedən əlində avtomatı olur. Tankın içində gedir. Bu bədbəxt oturub orada flankət gəlib. Bəli, gəlməliyik də. Bəs nə eləməliyik? Biz çağırdık, bilmədi, evi dağıdırdı. Bir fikir bildirim olan bir dənə cümləni. Yəni, deyək ki, Samirə bunu qurdu, bunu elədi, bunu gözlədi. Burada bir dənə fakt var.
bu kişi içməsəydi heç bir plan həyata keçirməzdi. Bəli. Yəni içdi. Bəli, o içəndir də, bunu sübut elədi içməyini. Xəqani Bəli. doktor. Buna yaltaqlanıb bu çox çalışır ki, bu kimdir ki, güya? Xeyr, Əgər reallıq xeyr, yoxsa. mən- Niyə hamı bunu mən müdafiə adamam. eləsin ki? Nə Yəni bu qanunu bundan nə maddi maraqları var ki, bunu Xeyr, müdafiə xeyr. eləsinlər? Tamaşaçıların Xeyr. fikri də mənim üçün önəmlidir. Sənət Daramın Instagram hesabına daxil olun, fikirlərinizi yazın. Samirə qərarını verdi. Siz idi izləyən Barışın. İndi mövqeyi ilə razısınızmı? 5 uşağın 5-i də sığınacağa qoymaq istəyir. Görəm Xoşqədəm xanım, işləyəcəm, biraz özümü toparlayım, götürəcəm yenə məktəblərinə, hərbi işlərindən olsunlar. Buyur Aylin. Samirə xanım, Bəli. salamlayıram sizi. Onlar yanınıza gəlin bir dənə söz deyim. Olar, buyurun. Niyə güldün? Yapardı hamısı elə bir ikinci Xoşqədəmdə, üçüncü Xoşqədəmdə. Allah, Bax. Xoşqədəm xanım yalan olur. Bu Ne? mənim qızımdır. Biz ikimiz yaşayırıq da. Xırdalanda qalıram kirayə. Azdan çoxdan mən reklamlara gedirəm, gəlirim var, uşağımı saxlaya bilirəm də, yəni. Yemək də bişirirəm evdə, hər şey eləyirəm də. Yəni məsləhət özün görərsənsə gəlib mənlə qala bilərsən. Uşaqları qoymasın sığınacağa. Qoymaz. Otursun sənin evində. Olsun. İstəmirəm Olsun. Xoşqədəm xanım. Nə haramızdan Olsun. fikirləşirsin? Uşaq deyə Nə o. danışırsın Niyə siz? getsin sığınacağa? 5 dənə Miray, oğlan uşağını Miray. sən qızımın yanına, az yaşlı qızımın yanına. Mən hansı özüm mənim evdə oluram. Mən Mən razı özüm olmaram axı, Könül Bu xanım. nə düşüncəsiz Mən razı olmaram. Xeyr, mən özüm evdə oluram, evdə. Ay qızım ayıbdır, bəstirin. Bilmirsən cəmaatın Mən demirəm mən uşaqları saxlayım. Özü işləyir də, özü işləyir. Özü işləyirsən də. Baxın, Xoşgönül xanım, bilirik ki, indi səbəb bilmirik ki, əlildən, vəlvələdən indi bu işdi, niyə işdi, nə üçün işdi bilinmir də. Olub hadisə oldu, İşləyir də Allah xanım. eləməz, Allah şeytan nəqət eləsin. Bu indi Bakıda niyə oturub? Geçsin rayonda, Beyləqanda, evi eşi orada var. Geçsin uşaqlarını yıxsın başına, o kişini göndərmə müalicəyə, üzü istəyəm. Dövlət ona da nə var Geçsin Bakıda zəhmət olsun oturmuşsan? Samirə xanım, yıxsın uşaqları, bugün sabah əskiyə yola salacaq uşaqlarını. 15-16 yaşları var. Geçsin yıxsın başına Beyləqanda, niyə sığınacağa qoyursan ki? Sığınacaq elə bir su yaxşıdır. Xoşqədəm xanım, rayona O qayıtmaq uşaqların istəmirəm, ölünə çünki qədər travma olacaq Rayona başlarına. akşin yoxdur da. olmasa da yəni Xahiş istəmirəm. eləyirəm, bu qadın rayona qayıtmayacaq. Verilişimizin, xahiş eləyirəm. Xoşqədəm xanım, bu qadın onsuz da rayona qayıtmayacaq. Verilişimizin dəyərli vaxtını boş-boş biz Samirəyə yalvarmaqla Mən əvvəldən keçib, demişəm də, mən bu rayona qayıtmayacaq qayıtmayacam rayona. demişəm. Bu azadlıq görüb burada, bu rahatlıq Görürsünüz görüb Kamal ki, bəy. qadın burada ya da ki, kişi fərqi yoxdur. Mazlum olsun burada. Boynu pişik olsun, ona dəstək duraq. Amma özünü müdafiə edən, öz ayaq üstə durmaq istəyən adamı məhv eləyirik. Niyə dəstək Özünü dururuq? ayaq üstə duran damlanı bir dənə əli bizə külüng almışdı. Ayaq üstə. Ya, Su vuruldu. diləci. Xeyr, damlanın məsələsini Dünənlər damlandı Yaxşı şir eləyirik çıxdı ki, deyir. xeyr, Yaxşı yalançılıqla. cəmaata Niyə vermə, burada vermə. oturmuşlar ki, şey, həkimə bir verin. dəqiqə dayan. Siz onda damlıya niyə demirdiniz ki, getsin rayonda otursun? Öz evi də var, Niyə dedi eşi ki, də var. gedirdi məftil qırırdı, Və dəmir bu neyinir? kəsirdi, Biraz da tuğla yuxa yoldur kəsirdi. da, yuxa çəkir də, neyinir? Xəmir qatır da. Pis iş görür. sığınacağa Gedə gedir yerləşdirməyib TikTokdadır. Siz Sigaret başa çəkir. düşmürsünüz. Pis vərdişləri var, neyinir bu Zəhmətimdən pul insan? qazandım, Xoşqədəm xanım. İşləmək istəyirəm, burada qalmaq istəyirəm. Tamaşaçıların fikirləri mənim üçün çox önəmlidir, doktor. Çox maraqlıdır. Rayona siz də deyirsiniz, rayona Evə gedin. namizəd, evə əgər ortada bir ev varsa, Bir dəqiqə. evə namizəd olanlardan da biri bu xanım olmalıdır. Ortaq ev varsa bir namizəd. Bir namizəd də bu olmalı. Siz Çünki Allah 5 dənə yaxşını uşağı var. görün. Niyə Siz də olmasın Allah ki? yaxşını görün. Niyə? Niyə olmamalıdır? Ramal məmurun Ramizə də o ev rayonuna getmək istəmir. Versin o rayonları isə keçirsin sənədləri adıma. Gəlsin namusud olsun evə. Evdə rayonu olurlar, gəlirlər burada otururlar ki, mən ev istəyirəm. Mən amma 29 il gözlü Bakıda Ramal müəllim. Mənim evim yoxdur bir dənə daşın Yox, üstündə. heç kimin imkan verir bağışda sürüklü cəmaatı kəndə getməli. Ay müəllim, buna görə cəmaat O şəxsi fikridir. Ay Hüseyn. Yeni ildən bəli. Bura Ay bax. Hüseyn, o sənin şəxsi fikrindir, amma mənim rayona qayıtma fikrim yoxdur qardaş. İstəyirsə getsən qala. Bəli. Yox, Keçirsin, hoş mənim geldin. adıma Özü niyə sənə. getmir? Niyə getmir özü? Deyir də, Gedirəm də, Ay Ramal sağ ol, müəllim. bəli get. Mən də O gəldim. mənim Elə torpağım get. deyil. Elə dur. Mən Elə burada O qalmaq. mənim Biraz torpağım erkən deyil, verirlər ona. yoldaşımın torpağıdır, mən deyil. Konstitusiya hüquqları yaşama haqqı var. Yaşama haqqı var. Harada istəyir orada. Aydın Verəcək Anar verəcək. müəllim, Get buyurun. burada bax. Hüseyin ona elə maraqlıdırsa, elə Akşin evini alaq. Satın alaq. Hüseyin getsin orada qalsın. O pulla da buna bir şərait yaradaq. Burada dəstək Mən olub həmən da. rayona gedirəm. Qalmaq istəyən kənddə get qal. Niyə qalmıram? Get qal.
Göndər. Bakı qoz tökülür. Əla, göndər. Nə var ki Bakıda? Burada deyəsən, o şəraitdə o evdə ev qalmazsa. Kirayə baha. 9 gündür mən ev tapa bilmirəm Bakıda. Deyirəm 250 manat, deyir 300 manatdan aşağı yoxdur. Hələ 80 manatdan makine pulu istəyir. Bəli. Yəni bu deyir ki, mənə ver görən boydakı evi Sənədlə çəkir keçsin, adıma. adına keçirsin, sənədlə. Keçirsin, böyle görən O boyda torpaq Gəlirəm, mən Akşin adına yaşayıram. xanım, Amma heç sənədi onun sürücü qıssası məramı yoxdur. olsun. Onun Kanalı, sənədi yoxdur, evi, yəni müvəqqəti hamısı. biz orada bələdiyyə Yo, 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 tutmalıyıq. Yəni kim təklif verdi ki, evdə mübarizə Mən. yapılsın? Baxışov Həzrət Nailoğlu 24 oktyabrda Qubadan itkin düşüb. Atasının nəsə sözü varmı? Bəlkə ana müraciət eləsin oğluna. Həzrət, əgər eşidirsənsə ananı, onun narahatçılığını görürsənsə oğlum, çıx ortaya, gizlənməyə ehtiyac yoxdur. Harda olsan da səni oradan mən tapıb çıxaracağım, mən sənə deyirəm. Yerin bilən, görən varsa xahiş edirəm, tutub saxlasın, məlumat Saxlasın versin də. yox, oğluna müraciət elə. Oğluma deyirəm ki, qayıtsın evinə. Çox darıxmışam onun üçün, onu çox istəyirəm. Qəbulumdur o mənim. Necə olur olsun, qayıtsın. Bacısı, qardaşı gözləyir evdə onu. Atan ağlayır, anan ağlayır. Zəhmətkeş ailədir. Özün bilirsən ki, zəhmətlə çörək pulu qazanıb övladları saxlayan ailədir oğlum. Çıx ortaya bala, küsmüsən, ən azı anaya de ki, küsmüşəm, məni gözləməyin, mən buradayam. Bilin ki, buradayam. Bala, anaları ağlatmayın. Danışır Danışmaz da. adam bugün başqadır. Ata danışır da, ay ana. Qoy indi danışsan, getsin Atalar ağlaya bilmir. Elə danışırsınız ki, elə bil ki, biz uşağımızı rədd eləmişik. Elə niyə danışırsınız ki, ata onu elə bir istəmir. Ay xanım. Onun üstündə çəkdim, o zülmü heç kim bilmir. İstəyir evdə. Mən indi deyirəm ki, bəli, dursun bir müraciət Bircə etsin oğluna. dəqiqə, xahiş edirəm. Anar bəy. Atadan çox mənə O yaxındır. ikisi Necə bir ki, dəqiqə mən xanım, onun bir anasıyam, dəqiqə. bu da atasıdır. Bir dəqiqə. İstəməsəm O ikisi Allah eyni axtarışa adamdır. vermərəm heç vaxt. Fərq etməz, ata müraciət elədi ya ana. Amma mən heç Bəli. vaxt ataların müraciətini önə vermədim. Həmişə birinci ana. Çünki biz analarımız inanıram ki, Həzrət də anasını sevir. Mən inanıram ki, ananın gözündən o dolur yaş var. Biz ana ata olaraq onu bir vəziyyətdə saxlamağımızı bir Allah bilir. Ona görə Hələ Həzrət, ki, mən sənə günahkar. müraciət eləyirəm. Əgər Bəli. atanı, ananı burada görürsənsə oğlum, çıx ortaya, gəlmə. De ki, ana, küsmüşəm, gəlməyəcəm, amma sağ və salamatam. Qısa bir ara verək.